Mən dünəndən səni gözləyirəm. Gələcəksən? Hələ ki bilmirəm. Yaxşı deyil axı. Necə mi yaxşı deyil? Mən səni istəyirəm. Gözləyirəm. Çox istəyirsən? Hə? Əlbəttə. Pişman olmazsan. Niyə sursun? Fikirləşirəm. Nə fikirləşsən Aydəli? Oğlan xahiş edir. Git hə? Siz kimsiz axı? Niyə başqasının söhbətinə qulaq asırsınız? Bağışlayın. Siz soxulmuşsunuz bizim söhbətə. Düz demirəm ay xavə. Elədir, elədir. Nə etmək olar? İndiki gənclər hamısı belədir də. Bura bax. Bizi təkkil eləmə. Qanacaksız. Ay oğlan. Bizim günahımız nədir? Bakı telefonları belə istəyir də. Siz haklısınız. Bakı'nın telefonları heç nə yaramır. Elə zayışdırlar ki. Mən onların müdürlərinin başına elə bir oyun açardım. Elə bir oyun açardım ki, mənim kimi su deyə məliyə gəzərdilər. Telefon təsərrüfatını müdürü mənəm ay qız. Ne demək istəyirdin mənə? Başlı günü utanma. Arsız xanım, başla. Qabiliyyətli danışın. Mənə bax, qalacaqsın özün sənə ha. Telefon xulğanı. Sən ölürsən, səni milisə vermək lazım. Bura baxın, özünüzü yığışdırın ha. Milis hər şeyi eşidir. İndi gələyəm, böytaşılığa görə hər ikinizi həbs eləyərəm. Hara lazım da ona göndərərəm. Hara? Sibirə. Да-да, это Сибирь, Иркутск. А кто говорит? Müslüm. Oh, Muslim, Magamaia, como estás? Eu estou muito contente em falar contigo. Послушай, друг, за такие шутки... Это не шутка, Muslim. Eu, Lino Kiala, Pravda, aqui em Portugal, Lisboa. Axı, kim deyir ki, başı telefonları pis işləyir? Heç dünyada belə telefon var.